Uşaqlar salam. Bugünkü testimizin izahında sizə güvən testindən alkenlər testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Hansı radikalın adı doğru verilməmişdi? Deməli, birinci vinildir, düzdür. İkinci ikili butildir, düzdür. C variantı izobutil deyil, axı o üçlü butildir. Çünki izobutil belə olur. İzobutil belə olmalıdır, amma o üçlü butildir. İkinci sualda. Bir karbon atomuna deməli yazıram bir dənə karbon atomu. Yazdım. Propil. Propil budur. Bir dənə izobutil. İzobutil. İzobutil budur. Dəqiqə. İzobutil budur. Bir dənə də vinil radikalı. Vinil radikalı da budur. Deməli bir karbona propil, normal propil gördünüz. Vinili birləşdirmişəm, bir də izobutil. Əmələ gələn karbohidrogeni beynəlxalq üsulundan adlandırın. Burada nə edirdik? İki qatın daxil olduğu ən uzun zənciri seçəcəyik. İndi gəldim belə. Belə də geçsəm 6 karbon var. Belə də geçsəm 6 karbon var. Amma bir şeyə diqqətli olun. Mən sizə bir cümlə öyrətmişəm. Demişəm ki, bax belə vəziyyətdə qalanda, onda yəni bu bizim keyfimiz hara istəyirik gedə bilmərik. Onda nə edirik? Bu cümləmi yadınızda saxlayın. Radikalın sayından qorxmayın. Radikalın ölçüsündən qorxun. Baxın, mən məsələn belə gedəndə belə bir radikal əldə elədim. Elə? Bu izobutildir və böyük bir radikaldır. Amma belə gələndə isə bundan bu radikal əldə elədim. İki radikal əldə elədim. Amma ölçüləri bayaqçından balacadır. Ona görə də mən yenə deyirəm. Radikalın sayından qorxmayın. Radikalın sayı çox ola bilər, olsun. Amma ölçüsü balaca olsun. Çalışın ölçüsü yekə alınmasın. Yəni belə vəziyyətdə qalanda dediyim cümlü yada salaq. İki qatın yaxın olan tərəfdən nömrələyirəm. Görürsünüz? Deməli bunun adı 5 metil, 3 propil, 6'ya deyirlər heksen. Alken daxı bu iki qatı var. 6 heksandır, amma alken olduğu üçün heksen 1. Çünki iki qat 1-dədir. Aydın oldu mu? Hansı variantdadır mənim yazdığım? 3 metil, üzr istəyirəm, 5 metil, 3 propil, heksen 1. Hə, Y variantında. Keçək o biri sualımıza. Neçə müxtəlif maddə verilmişdi? Neçə müxtəlif maddə vermişdi? Bunu rahat bilmək istəyirsənsə, onları bir-bir adlandır. Birinci, buten 1'dir, düz deyilmi? Ən uzun zənciri seçib iki qat tərəfdən nömrələsən, bu buten 1'dir. İkinci, tisiklobutandır, tisiklobutandır. O birisi, iki qatın daxil olduğu ən uzun zənciri seçsən, 2 metil propendir. O birisi, buten 1'dir də. Ən uzun zənciri seç, iki qat tərəfə belə. İki qat tərəfdən nömrələ. Buten 1'dir. O birisi də buten 1'dir. Buten 1'dir. Düzmü deyirəm? Ən uzun zənciri seç, iki qat tərəfdən nömrələ. Onsuz da birinci maddə, dördüncü, beşinci maddə. Bunlar eyni oldu. 1, 4, 5. Onda bunları silim, çünki bir dəfə saymışam da buten 1. Deməli, burada neçə maddə görürəm? 3 dənə maddə görürəm də C variantı. Neçə müxtəlif maddə? Neçə müxtəlif maddə? 3 dənə. Dördüncü də neçə maddə var deyəndə hamısı maddədir. Amma müxtəlif deyirək 3 dənə. İndi bunu adlandıraq deyir. CH3, CH2, C2 qat CH2 və buraya da bir dənə üçlü butil birləşib. Qoy baxaq. Deməli, mən iki qatın daxil olduğu ən uzun zənciri seçməliyəm. İki qat buradadır, ona görə buradan başlayacağım. İndi 2 dənə yol ayrıcım var. Düz gedim yoxsa aşağı? Yenə bayaqçı kimi. Düz geçsəm 4 dənə karbon var və bir dənə böyük bir radikal əldə eləmiş oldum. Amma belə geçsəm yenə ən uzun zəncirdə 4 karbon var. Amma 3 dənə radikal əldə elədim. Amma bayaqçından ölçüsü balacadır. Deməli elə bu düzdür də. Radikalın sayı çox olsun, qorxma. Amma ölçüləri balaca olsun. Bax, bayaqlarım fikir verdi. Mən belə gedəndə bunun böyüklüyünə bax. Nə olsun ki bir dənədir, amma böyükdür. Radikalın sayı çox olsun, amma ölçüsü balaca olsun. İki qat yaxın olan tərəfdən nömrələdim. Deməli 3 dimetil, ikincidə də etil var. 3 dimetil, 2 etil, buten 1'dir.
Cavab nədir? B variantı. Beşincidə yenə adlandırmadır. CH2, karbon CH3, CH2, CH, CH2, CH3. Bu da CH3. Elə. Aha, indi bizdə yenə 2 qatın daxil olduğu ən uzun zənciri seçirəm. Belə gəlsəm, aşağı düşsəm 5 dənədir. Buradan belə geçsəm 6 dənədir. Deməli, ən uzun zəncir belədir. 2 qat tərəfdən nömrələdim. Deməli, ikincidə, dördüncüdə metil var. 2,4 dimetil heksen 1'dir də. Düzdürmü? 2,4 dimetil heksen 1. Cavab Y variantı. 6-cı sualda yenə adlandırmadır deyəsən. İki qatın daxil olduğu ən uzun zənciri seç. Belə də geçsən 5 dənədir. Amma onda belə bir radikal əldə eləmiş olacaqsan. Belə gələndə isə belə bir radikallar əldə eləmiş olacaqsan. Yəni deməli belə gəlməliyik. Ölçü balaca olsun. Bayaqki izopropil idi. Onun ölçüsü bunlardan böyükdür. 2 qat tərəfdən nömrələyirsən yaxın olan tərəfdən. 4 metil 3 etil. Hardadır? 4 metil 3 etil penten 1. 4 metil 3 etil penten 1. Düzdürmü? D variantı. Yeddidə hansı maddə cis trans izomerli əmələ gətirir? Cis trans izomerli əmələ gətirir. Buten 1-də cis trans yoxdur. Niyə? Çünki gəlin belə danışaq. Bax, propende də yoxdur. Məsələn, 2 metil buten 2 yazıram. Burada da yoxdur. Niyə? İndi deyəcəm. Etilen də bu da. Baxın, bunların hesasında yoxdur. Niyə? Mən demişəm ki, alkenlər cis trans izomerlik yaradır. Düzdür? Amma alkenlərdə 2 halda cis trans izomerlik olmur. 1. 2 qat ucda olanda, bir də 2 qatın birləşdiyi karbona 2 eyni radikal birləşəndə. 2 qat ucdadır, 2 qat ucdadır. Burada da elə 2 qat uca düşür. Burada da 2 qatın birləşdiyi bu karbona, buna bax, 2 eyni radikal birləşir. Görsən, cis trans yoxdur. Amma buten 2, buna bax, buten 2-yə bax. Nə 2 qat ucda döyük, nə də 2 qatın birləşdiyi karbona 2 eyni radikal birləşməyib. Yəni 2 qatın birləşdiyi karbon, bax bunlardır, bax bunlar. Yəni bunun hasınasa 2 eyni radikal birləşməyib. Görsən, burada buna 2 dənə eyni metil birləşir. Ona görə B variantında var. Yaxşı. Keçək 8-ci suala. Yenə adlandırmadır. Nə qədər salıbları? Heç topluda bu qədər adlandırma yoxdur. Yaxşı, yazaq. 2 qatın daxil olduğu ən uzun zəncir seçsəm, belə geçsəm 4 dənədir. Amma belə geçsəm 5 dənədir. Ən uzun zəncir elə budur. 2 qat bir buradan yaxına düşür. 2-yə düşür, gördün? 3, 4, 5. Adı olacaq 3 metil penten 2. Yo, bu nə deyir? Adlandır demir, bir dəqiqə. Hə, bizə dəqiqə. İkili üçlü karbon atomu sayı. Hə, lap yaxşı. İkili üçlü. İkili. Budur, bax, şairə qoyuram üstünə. Bax, ikili bunlardır. Niyə? İkili karbon odur ki, 2 karbona birləşsin. Bax, bu üçlüdür, bax. Niyə üçlüdür? Çünki yuxarıdan, sağdan, aşağıdan 3 dənə karbona birləşir. Aydın oldu. Bizdən bunu istəyir də. B variantı. 2 dənə ikili oldu, bir dənə də üçlü. Məsələn, bunlar var, bax bunlar. Bax, bunlar var, bunlar da birlidir. Çünki bir karbona birləşirlər, değil mi? 9-da. Molekulunda 11 sigma olan alken. Alken CNH2 yazılır. Alken alfatikdir. Alfatiklərdə sigma ümumi atom sayına bir əksik olur. 11'ə bərabər eləsəm, N eləyir 4. Alken oldu C4H8. Neçə hidrogeni var? Əlbəttə ki 8 dənə. B variantı. 10-cu sualda. Hə, adlandırmadır bu variantlardan görürük. 2 qatın daxil olduğu ən uzun zəncir seç. Gəldim. Düz də geçsəm eynidir, aşağıda geçsəm eynidir. Fərqi yoxdur onda. Aha, 2 qat yaxın olan tərəfdən nömrələ. 4 metil penten 2. 4 metil penten 2. A variantı. 11'də. Orbitalların hansı örtülməsindən əmələ gələn rabitələr həm etilin, həm də etil xlorid molekullarında mövcud olur?
orbitalların hansı örtülməsindən əmələ gələn rabitələr həm etilen, həm də etil xlorid molekulunda. Etilen bax budur. Tam açıq yazıram. Həm də etil xlorid. Etili yazıram. Etil xlorid. CH2 xlor. Açıq yazdım ki, baxa bilək. Aha. Baxın, 4'ü çıx cavabdan. Nəyə görə? 4 pinin şəklidir. Hamımız bilirik, düzdür? 4 pinin şəklidir. 4 qətiyyən olanmaz. Niyə? Çünki birincidə pi var, ikincidə pi rabitə yoxdur. Pi rabitə pp orbitalının yanbayan örtülməsindən yaranır. 4'ü çıx. Burada nə var? Bax, burada karbon sp2'dir. Elə, hidrogen nədir? S-dir. sp2 hibrid deməkdir də, çünki karbon hibrid vəziyyətidir. Hibridin şəkli belə olur. Hidrogen də S-dir, bu da dairədir. Və yaxud da buradakı karbonlar sp3'dür. Hidrogenlər nədir? S-dir. Elə, onda nə var burada? Burada da sp3s. Hibrid sp3 də, sp2 də, sp də. Karbonun hibrid formalarıdır. Onların da şəkli belə olur da. Bir başı balaca, bir başı böyük. Hidrogen də dairədir. Hidrogen də S-dir. Başa düşdünüz? Hər ikisində bu var. Hər ikisində 1'ə plus qoy. 2'yə plus qoyamazsan qəti şəkildə. Niyə? Çünki ikincinin olması üçün gərək bu maddələrin içərisində xlorla birləşəydi. Yəni halogen. Əvvəla burada bizə dənə halogen var. Birində var və bizə dənə də özdən. Yaxşı, burada karbonla xlor arasındakı nətərdir bilsən? Karbon budur, hibrid. Xlordakı P-dir də belə. Bax belə idi. O da burada var ha. O heç o birisində yoxdur. Ona görə bəs 1 niyə doğrudur bilsinizmi? 1 niyə doğrudur? 1'ə baxaq. 1 ona görə doğrudur ki, bir fikir verin. Yo, 1 doğru idi, heç onu üzr istəyirəm, onu izah eləmişəm. 3 doğrudur. Bunun yanında da 3 gəl. Niyə? Çünki bir fikir ver, bax belə idi, bax. Bax belə idi, bax. Niyə? Çünki bu karbon örtülmədir. Yəni yaxşı çəkmədim biraz. Üçüncüdə hibridlə hibridin rekombinasiyasıdır. Yəni birləşməsidir. Hər ikisində də bax, bunda da sp2 örtülmə var, bunda da sp3 örtülmə var. Yəni karbonla karbon arasındakı rabitə, burada karbonla karbon arasındakı rabitənin örtülməsi o üçüncü şəkildə kimdir? Hibriddir də, başa düşdünüz? Deməli 11'də D variantıdır. Keçək 12-ci suala. 12-ci sualda nədir? Doymuş və doymamış karbohidrogenləri müəyyən edin. Uşaqlar, doymuş karbohidrogenlər alkanlardır. CNH2-nin üstə gəl 2 formuluna tabi. Bir də sikloalkandır. O da CNH2-dir. İndi burada C5H12 ilə C3H8, 2 ilə 3. O doymuşdur. 2 ilə 3. Cavab C variantıdır, avtomatik. Amma C4H8 2 sinifə mənsubdur. Sikloalkana, bir də alkenə. İndi görünür ki, bu testdə onu alken kimi nəzərdə tutub. Ona görə 12-də C variantı. 13'də. Siz transizamerləri müəyyən edin. Bax, yenə deyirəm. 2 qat ucda olanda, 2 qatın birləşdiyi karbona K eyni radikal birləşəndə, onda siz transizamerlik olmurdu, o heç. Amma belə baxıram ki, bunlarda mənim dediyim qaydalar yoxdur deyə, bunların üçündə də cis trans var. Amma bu bizdən cis və transı ayrıca istəyir də, başa düşürsünüzmü? Ayrı-ayrı istəyir. İndi cis olan hansıdır? Yuxarıda bax, cis olan 1 ilə 3'dür. Bir baxın, diqqətlə baxın. Bir fikir verin, diqqətlə. Bax, çünki birincidə görürsünüzmü? Karbonlara birləşən yuxarıdakı CH3'lər eynidir. CH3 bu eynidir. Yəni elə bil ki, yuxarıdakı radikallar ya da aşağıdakılar eynidirsə bu cisdir. Amma məsələn 2'yə baxın bir dənə. Bax 2'yə görsənmi? Bax, bunun yuxarısındakılarla bunlar fərqlidir. Burada da bunlar fərqlidir. Gördünüz? Amma birincidə yuxarıdakılar CH3 eynidir. Üçüncüdə yuxarıdakılar CH3 eynidir. Başa düşdünüzmü? Ona görə 1 ilə 3 cisdir. Cavab nədir? B variantı. 14'də. Hansı maddələr CNH2 formuluna tabidir? C3H6, C5H12, 2 ilə 4 hardadır? Y variantında. Aydındır mı? 15'ə keç. Hansı birləşmənin cis transizameri vardır? Cis transizameri var, elə variantındadır. B'də 2 qat ucdadır. C'də də ən uzun zənciri seç, 2 qat uca düşür. D variantında. D-da buna bax. Buna bax. Bax, 2 qatın birləşdiyi karbona bax. Buna 2 dənə yeni radikal birləşib yoxdur. Bunda da yoxdur. Sonra bax, Y variantına bax. CH3, CH2. Karbon, CH3. Karbon, C2H5 açıraq. Aha, belə.
Gördünüz? Bax 2 qatın birləşdiyi karbonuna bax, 2 dənə eyni radikal birləşib. Etil birləşib. Olmaz. Y variantı da səhv. Cavab avtomatik A variantıdır. Nə 2 qat ucda döyük, nə də 2 qatın birləşdiyi karbona 2 eyni radikal birləşməyib. 16-da birləşmə cis-trans izomerliyə malikdir. X hansı atom və ya radikal ola bilər? X-ə qətiyyən CH3 qoyma. Niyə? Çünki X-ə CH3 qoysan, ona bax, 2 qatın birləşdiyi bu karbona 2 eyni radikal birləşəcək. Ona görə olmaz. Hidrogen qoya bilərəm. Hə, hidrogen qoyanda 2 qat ortaya düşür və eyni radikal birləşməyib. Ona görə 1 düzdür, 2 səhvdir. Etil qoysam, hə, etil də qoysan olar. Nə 2 qat uca düşmür, nə də 2 qatın birləşdiyi karbona 2 eyni radikal birləşməyib. Ona görə cavab 1-3 Y variantı. 17. Hansı halda radikal doğru adlandırılmayıb? İzopropildir, düzdür, ikili butildir, düzdür, vinildir, düzdür. D variantı səhvdir. D variantındakı izobutildir. Bax, yenə deyirəm, ikili butil bayaq əvvəldə də var idi. Baxın. Bir fikir ver. Bax. Bu ikili butildir. Bu izobutildir. D variantındakı üçlü butildir deyirəm də. 18-də bir karbon atomu götür deyir, götürdüm. Ona bir dənə vinil, yox, bir dənə metil. Bir dənə vinil, bir dənə də etil. Etili birləşdirim, bir də dəqiqə. Vinili də birləşdirirəm. Deməli, bir dənə metil, bir dənə etil, bir dənə vinil, bir dənə də izopropil. Bu da bizə izopropil olsun. İndi bunu adlandır deyir. Bunu adlandır. 2 qatın daxil olduğu ən uzun zənciri seçək. Yuxarı gedək, yoxsa aşağı? Bax, belə gəlsəm, metillə izopropil radikallar qalır. Əgər belə geçsəm, ən uzun zəncir yenə eyni çıxır da. 2, 4, 5, burada da 2, 4, 5 idi. Hə. Yəni, indi 2 dənə metil, bir dənə etil. Deməli, bu düzdür. Radikalın sayından qorxma, ölçüsündən qorx. Elə ki, radikal balaca olsun. Amma aşağı düşəndə bayaq yuxarıda yekə radikalı, izopropil qalmışdı. Hardan bilən böyükdür? İçində karbonu çoxdur da. İndi 2 qat tərəfdən nömrələyirəm. Nədir bu? 3, 4 dimetil. 3, 4 dimetil. Dimetil. 3 etil. 3, 4 dimetil, 3 etil, penten 1. Başa düşdünüzmü? A variantı. 19. 19'da propilen budur. Propilen. Bizə dəqiqə. Propilen budur, bax. Propilen üçün hansı ifadələr doğrudur? Karbon atomlarının hamısı sp3 hibrid vəziyyətindədir. Xeyr. Karbon atomlarının hamısı, yox, karbon atomlarının hamısı sp2'dir. Xeyr, bunlar sp2'dir. Bu sp3'dür. Bir səhv. Cis-trans izomeri var, səhvdir. Çünki niyə 2 qat ucdadır? Bir pi və sigma rabitəsi var. Bəli, pisi də var, sigması da var. 3 doğru. Yalnız 3 C variantı. Sonra, hansı birləşmələr cis-trans izomerli əmələ gətirir? Deməli, ikinci səhvdir. 2 qatın birləşdiyi karbona 2 dənə eyni brom birləşir. Bu olmaz. 4 də səhvdir, çünki 2 qat ucdadır. O da səhvdir. Onda cavab 2 ilə 4 səhvdirsə 1 ilə 3 düzdür. 21-də hansı maddələr cis-trans izomerlik var? Pentanın izomeridir deyir. Molekulunda metil radikalın sayı 2 dənədir. 2 qat rabitənin başladığı karbon atomunun nömrəsi 2-dir. Deməli, pentenin indi elə bir izomerini yazırsan ki, 2 qat ikinci karbona düşür və 2 dənə də metil radikal olur. Heç nə. 2 qat ikinciyə düşdü. Və doğrudan da 2 dənə metili var. 2 dənə metili bulardı. Burada cis-trans var. İkincidə 2 dənə metili var. Amma 2 qat birinci karbona düşür. Belə yazsam, məsələn, birində belə yazım da. Nə qayrım deyir 2 dənə metil olsun. Mən bunu belə uzatsam, burada bizə dənə metil olur axı. Başqa yerdə metil yoxdur. Onda məsələn, məcbur tutaq ki, buraya yazıram. Bunu heç yazma. Niyə? Çünki heç burada cis-trans yoxdur. Niyə 2 qat ucdadır? 2 qat ucdadır.
O birisində 3 dənə metil var və 2 qat ikinci karbondadır. Bizə dəqiqə. Belə yazım. Məsələn, bura ya da bura. Da fərq eləmir. Birinə metil yaz. Bax, 3 dənə metil var. 3 dənə metil var. Və 2 qat ikinci karbona düşür. Burada da sis trans yoxdur. Niyə? 2 qatın birləşdiyi bu karbona 2 dənə yeni radikal birləşir. Fikir verirsən? Yoxdur. Bu da mənə deyir, hasında sis trans izomerlik var. Yalnız X-də C variantı. 22-də 22-də deməli maddə sis trans izomerliyə malikdir deyir. Bax, karbon, 2 qat karbon. Mən nə yazım ki, bunlar sis transa malik olsun? Buraya nə yerləşdirsəm? Bax, elə eləməliyəm ki, Z-ə hidrogen qoysam olar. Z-də də heç hidrogen yoxdur. Deməli, X-lə Y eyni radikal olmalıdır. Yox, maddə sis trans izomerliyə malikdir deyir. Elə bir şey qoyaq ki. Məsələn, A variantını yoxlayım. X-ə hidrogen qoysam, X-ə hidrogen qoy. Onda bura olur H2, yığdım da yəni. Y-ə də CH3 qoy. Hə, CH3 qoydum. Z-ə də etil qoydum. Hə, ən uzun zənciri seçdim. 2 qat uca düşdü axı. Bu olmaz. 2 qat ucda olanda 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşəndə sis trans olmur dedim sizə. İndi karbon 2 qat karbon deyim. X-ə CH3 qoy. O hidrogeni var o heç. Ona da CH3 qoydum X-ə. Tamam, bu dursun. İndi bu biri karbona hər Y-də Z-də etildir. Onda etil yazdım. Y-ə də Z-ə də etil. Burada da sis trans olmur. Niyə? 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşir. Olmaz. Cavab Y variantıdır. Niyə? İndi baxaq. Karbon, 2 qat karbon. Hidrogeni var, o heç öz qaydasında. Özü var da orada. X-ə CH3 qoydum. Maddi quraşdırıram da yəni. Y-ə CH3 qoy. Z-ə də etil qoy. Problem yoxdur. Sis transı var. Nə 2 qat ucda döy, nə də 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşməyib. Ona görə cavab Y-dir. Bir-bir yazıb yoxlamalısan da, belə deyim. 23-də. Normal şəraitdə sıxlığın düsturur və bərabərdir M bölü 22/4. Buradakı böyüyüm M-dir. CnH2-də M nədir? 14-dən. 14-dən 56 ise N eləyir 4C variantı. 24-cü sualda. X-in üzərinə əsasın spirtdə məhlulunu gəlib, Y qalıb, üstünə H xlor gəlib, X ola bilməz. Yəni başa qaytar. Gəl yoxlayaq, bax, birini izah edirəm. Məsələn, propil xloridi qoyuram. Bunun üzərinə kalium OH-ın spirt məhlulunu gəlirəm. Buradan alınacaq alken. Xlor olduğu yerdən qopur. Xlorun da birləşdiyi karbon, onsa bir tərəfi var da. 2 qat da orada yaranacaq. Üstə gəl kalium xlor, üstə gəl su. İndi CH3, CH2-nin üstünə H xlor gəldi yer təzdən. İndi gəlin görək başdakı maddeyi verir yoxsa yox. Bu Markovnikov qaydası. Hidrogen hidrogen çoxa, xlor az tərəfə. CH3, CH xlor. Bu da CH3. Elə cavab A variantıdır. Səhv olan. Niyə? Çünki A variantında propil xlordun üstünə kalium H spirtdə məhlulunu gəl deyir. Aldığın maddənin üstünə deyir H xlor gələndə, yəni bax bunu al. Amma alınmadım axı. Bu alındı. Bu görsən propil xloriddir. Amma bu izopropil xloriddir. Onu alanmadım. Amma birilərində aldığın üstə H xlor gələndə deməli başa qayıdır. Başdakı maddeyi verir də yəni. 25-də. Deməli 0,2 molu 14 qram olan alkenin 1 molu neçə qramdır? 70 qram. Alkenlərdə MR düsturu nədir? 14-dən. 14-dən 70-dirsə N eləyir 5. Bu da C5H10'dur da. D variantı. Sonra 26-da. 1,4 qram 3,2 qram brom birləşdirən alken. CnH2-nin üstə gəl. 1 pisi var deyə 1 mol brom birləşdirir. Pi qırılır, bromlar birləşir. Öz alkenlər bromlu suyu rəngsləşdirir də bilirsən. Şərtdə verilənləri üstə yazdım. Qramın altda qram, 14-dən bu, 160-da bu. Vergülləri atıram, 14-lər də gedir. 32 bərabərdir 160, N eləyir 5.
M5'dir. Deyir, indi bunu elə az ki, onun cis trans izomerliyi olsun. Olsa 5 karbonunu tapmışam cavabı. B ilə D ümumiyyətcə olanmaz. Cavab ya adı ya C'dir ya da Y'dir. İndi A variantını açıram. Buten 2. 2 metil. 2 metil buten 2 budur. Bu olmayacaq. Çünki burada cis trans yoxdur. 2 qatın birləşiyi karbona, 2 yeni radikal birləşik. Bu olmaz. Penten 2'yə baxırıq. Penten 2 budur. Penten 2 budur. Elə cavab budur. Cis transı var da bunun. Bəli. 2 metil buten 1'də də 2 qat elə bil ki bu 2 qat var. Bax burada olan 2 qat. O 2 qat orada deyil. 2 qat buradadır bax. Burada. Bu 3'dür. Hə. 2 qat başa düşdüyü üçün orada cis trans olmayacaq. Ona görə cavab C variantıdır avtomatik. 27'də. 27'də hansı birləşmənin cis trans izomeri var? 1'də yoxdur. 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşib çünki. 2'də var. 3'də də var. Cis trans olanları istəyir. 2, 3, Y variantı. 28'də. Hidrogenə görə sıxlığı 21'dirsə, bax, hidrogenə görə sıxlıq düsturu, nisbi sıxlıq düsturu bu deyil. 21'dirsə, deməli onun emeri nədir? 42. İndi deməli kütlə 42'dir. Maddə də karbonla hidrogendən ibarətdir. Mənə deyir hidrogenin kütləsi, karbonun kütləsinin hidrogenin kütləsinə nisbəti 6'dır deyir. Karbon kütləsinin hidrogen kütləsinə nisbəti 6'dır. Yəni karbonun kütləsi hidrogenin kütləsindən 6 dəfə çoxdur desəm düzmü deyərəm? Hə? Onda bunu nətər yazaram? Birinə 6x, birinə x yazım mı? Yox, elə yazmayayım da, oradakı x ilə qarışıq düşəcək bu dəqiqə bu. Birinə 6A yazım, birinə A yazım. Nə qayırım? Bu karbon olsun, bu hidrogen. Çünki deyir karbon hidrogendən 6 dəfə çoxdur kütləsi. Bərabər elə 42'yə, 7A bərabərdir 42'yə, A neçə eləyir 6'ya. Elə. İndi bunu buraya qoy. 6'ya 6'ya vur. 36. A da 6. Deməli 36 qram karbon var. 6 qram hidrogen. 36 qram karbon nə deməkdir? Bir karbon 12'dirsə 36 qram karbon 3 dənə karbon deməkdir. Hidrogenin biri 1 qramdırsa 6'sı 6 qram eləyir. Deməli formul C3H6'dır. 6 ilə da 3'ün cəmi indekslərini istəyir 9. D variantı. Riyaziyyatlıdan elə bil. Alkenlərin 3-cü nümayəndəsi C4H8'dir də. Çünki M bunlarda 2'dən başlayır. C2H4 1'dir, C3H6 2'dir, C4H8 də 3-cü nümayəndəsi. Sigma rabitə 11 dənə olacaq. Niyə? Alifatiklərdə sigma rabitə ümumi atomun sayından 1 əksik olur. 30-cu sualda. Alkendir. Əsas zəncirində karbon atomunun sayı 4'dür. Deməli, alkenimin əsas zəncirində karbon atomlarının sayı 4'dür. 2 qat rabitəli karbonun sıra nömrəsi isə 1'dir. Əsas zəncirində bizə dəqiqə bax. Əsas zəncirində 4 karbonu var. 2 qat rabitəli karbon sıra nömrəsi 1'dir. 2 qatı bura qoy. Amma deyir ona bax, deyir C5H10 formuluna tabidir ha. C5H10 formuluna tabidir. Əlimdə bir dənə karbon qalıb, elə. O karbonu mən uca qoyanmaram, çünki onda əsas zəncirdə karbon sayı uzayır. C5H10'dan gedir az söhbət. İndi əlimdə bir karbon var. Yəni uclara yazanmaram, buraya yazsam. Zaten cis trans olmayacaq. Çünki elə onsa o bir dənə karbon orada yaz, burada yaz. Onsa burada cis trans olmur. Çünki 2 qat ucdadır. Bu getdi. O birisində əsas zəncirində 4 karbon var. 2 qat buradadır. 2 qat buradadır. Elə. Yerdə indi bir dənə karbon qalıb. Uclara qəti yazanmaram. Niyə? Çünki onda əsas zəncirdə karbon sayı 5'ə qalxır, uzayır. Onda ya bura yaz, ya da bura yaz da. İkisi də eyni deyə fərq eləmir. Birinə yaz. Burada da cis trans yoxdur. Niyə? Çünki siz 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşib. Burada da yoxdur. İndi o birisində ən uzun zəncirdə deyir 5 karbon var və 2 qatın birləşdiyi nömrə ikincidədir. Əla. Burada cis trans var. Cavab yalnız Z'dir də. Varmı C variantı? 30'da C. 31'də nə deyir? Deyir X-ə izopropil radikal qoy. Yazıram CH3, CH, 2 qat CH, izopropil bu da. Aha. 3 karbonu ardarda yazsaydım o normal profil olardı. Bu izopropildir. İndi ən uzun zənciri seç. 2 qatın yaxın olan tərəfdən nömrələ.
Adı olacaq 4 metil penten 2. B variantı. Sonra 32. 32-də nə deyir? Bu birləşməni beynəlxalq üsulundan adlandırın. Gəlin belə eləyək də. Bunu niyə belə yazırıq? Yığcamlaşdıraq. Hidrogeni karbonun yanına yazdım. Bu karbon elə bir dənə də etil. Etili də açdım. Belə. Yəni buna da bir CH3 belə, bir CH3 belə. Yəni elə bir onu bir normal vəziyyətə gətirdim də. Yəni yığdım maddi belə. Rahat adlandırım. Ən uzun zənciri seçirəm. 2 qat yaxın olan tərəfdən nömrələyirəm. 2 qat hər iki tərəfə eyni nömrəyə düşərsə, onda radikalı yaxın olan tərəfə fikir verirsiniz. Amma burada 2 qat sola yaxın idi. 2 metil penten 2 varmı? Cavab C variantı. 33-də. Buten 1 molekulunda neçə sigma rabitə sp3 sp2 örtülmədən yaranır? Buten 1 əvvəl açıram. Buten 1. İndi mənə deyir neçə sigma rabitə sp3 sp2 hibrid orbitalların örtülməsindən yaranır. İndi neçə sigma rabitə sp3 sp2. Bax bunlar sp2-dir. Görsən. Bunlar tək qatdır deyə sp3-dür. İndi bu sigma var, bu sigma. sp2 sp2 örtülmədən yaranır. Və bu sigma sp2 sp3 örtülmədən yaranır. Bir dənə. Və bu sigma sp3 sp3 örtülmədən yaranır. A variantı. 34-də. Vinil xlorid necə yazılır? Vinil xlorid budur. Bu vinildir, bu da xlorid. Yazdım. Deməli burada pi rabitə var. Pi rabitə pp orbitalının bax belə yanbayan örtülməsindən yaranır. Pi var deyə pp var. Bu 100%'dir da, yəni belə deyək. Bunu çıxaq cavabdan. A variantı getdi. Sonra bax buradakı karbonlar sp2'dir. Düzmü deyirəm? Bunlar sp2'dir. Halogende p orbitaldır bilirsiniz. Və hidrogen nədir? S orbitalı. Bax burada nə var? Yəni bunları biz açsaq, bizə dəqiqə bax bunu açsam belə. Karbon, hidrogen, hidrogen. Karbon da sp2 olmadı mı? Hə, sp2s'dir, hidrogen s'dir. Bu sp2s'dir. B də getdi. Sonra baba buradakı rabitə nədir? Bax bu. Bu sp2p örtülmədir. sp2p örtülmə. C də getdi. Onda cavab heç dıdır da, özümüzü yormayaq. Bax bizə dəqiqə bax bu var, bax bu. Bunun biri sigma, biri pi'dir. Məsələn bu sigma rabitə sp2 sp2 örtülmədən yaranır. Cavab dıdır. Niyə dıdır? Çünki ay çoxlar heç burada sp3 deyə bir karbon varmı? Biz başdan da sırası cavabı görə bilərdik. Prosta bir izah eləyə getdim də. 34-də D variantı. İndi mənə nə deyir? Hansı birləşmənin tərkibində sp2 və p elektron bulutlarının örtülməsindən yaranan sigma rabitə var? Elə indicə bu vinilin üstündə izah eləyirdim də. Buna bax, buraya bax. sp2p nə deməkdir, bilsənmi? Yəni sp2p odur ki, karbon bir dənə 2 qat çıxsın karbondan, o sp2 olsun. P-dəki halogenlərdir. Onda cavab D variantıdır. Çünki buna bax, buradakı karbonlar sp2'dir. Elə bu florlar da nədir? Halogenlər. Halogenlər də p orbitalı. sp2p özü də burada 2 dənədir. Cavab D. Sonra 36-da molekulunda 22 hibrid olan alken. Alken əvvəla belə yazılır. CNH-ken. Alkenlərdə 2 dənə karbon sp2'dir. En çox 2 dənə də nədir? sp3'dir. Bir sp2'nin yaranmasında 3 hibrid var. 2'nin 3'ə vuranda 6. Bir sp3'ün yaranmasında 4'dür. 4'ün en çox 2'yə vuranda 4'ün en çox 8. Burada deyilir 4'ün çox 2. Yəni alkenlərdə hibridin düsturu 4'ün çox 2'dir. Bunu 22'yə bərabər eləyəndə 22'yə n eləyir buradan 6. 6'dırsa bu C6H12'dir. C6H12 D variantı. 36'da D. 37'də molekulunda N+1 sayda karbon atomu olan alken. Alken yazılır əvvəla CNH-ken. İndi bu maddə deyir ki, karbonun sayı N+1 olsun. Onda hidrogen sayı nə eləyir? 2N+2. Niyə? Çünki alkenlərdə hidrogen karbondan 2 dəfə çox olmalıdır. Ümumi atom sayda nə qədər eləyir? 3N+3. D variantı. 38. Həm etilen, həm etil xlorid molekulunda. Həm etilen, həm etilen. Bundan bayaq düşmüş deyilə bil. Etilen belədir. Açıq yazdım. Həm də etil xlorid. Biz bunu bayaq yazmışdıq axı. Bu yeni mi gəldi, təkrar salıblar. Variantların yerini dəyişiblər indi də deyəsən. Nəysə. Hə, etil xlorid yazdım. Bir də ki nə yazdım? Etilen açıq yazdım. Burada birin üstdən xətt çək. Çünki bir pi rabitənin şəklidir. Pi rabitə birincidə var, ikincidə yoxdur. Sonra ikincidə
Karbonlar bilirik ki hibriddir. Bunun şəkli belə olacaq. Hidrogenlər də S-dir. Yəni bunlar hər birində, yəni bunda da karbonla hidrogen arasındakı rabitə hibridlə S orbitalının örtülməsindən yaranır. 2 üstə gəl. Üçüncü bax bunda var. Niyə? Çünki karbonun şəkli belədir, hibriddir. Halogen də belədir, düzdür? İndi bununla bu birləşəndə o 3'ü verir. Yəni bu rabitə, bu rabitə. Bax bu şəkildən bunun birləşməsindən yaranır. Amma o ikinci maddədə var da. Birinci maddədə elə şey yoxdur axı. Ona görə o səhvdir. 3 səhvdir. Amma 4 düzdür. Niyə? Dördüncü hibridlə hibridin birləşməsidir. Bunlarda da bax bu karbon. Görsən? Bu karbon. Yəni karbonla karbon, burada da karbonla karbon arasında, burada da karbonla karbon arasındakı rabitə hibridlə hibridin birləşməsidir. Ona görə cavab nədir? 2 ilə 4. Yəni bayaq da o tərəfdəki sualdır da. Yerini dəyişiblər. Şeylərin, variantların. Nəysə, variantların dəndə rəqəmlərini də 1, 2, 3, 4-dür. Nəysə, keçirəm 39-a. 39-da nə deyir bizə? Bir karbon. Bu da bayaqçılardan. Buna bir dənə hidrogen, yaxşı. Bir dənə metil. Bir dənə izopropil. İzopropil. Bir dənə də vinil. Aha, qoy bu hidrogen indi belə səliqəli yazaq belə. Hə, indi buna beynəlxalq üsulundan adlandır. 2 qatın daxil olduğu ən uzun zəncir seçirəm. Yuxarı geçsən 4 dənədir, belə geçsən 5 dənə. Uzun odur. Dördüncüdə, üçüncüdə. 3-4 dimetil penten 1. Y variantı değil mi? 40-cı sualda. Hansı elektron bulutlarının örtülməsi sxemi ilə əmələ gələn rabitə həm etilin, həm də etil. Vay da bezdik də bu sualdan. Sualdan 3 dənə salıb, belə şey olur. Nəysə, 1 ilə 2-dir də, 1 ilə 2. Variant A variantı. 41-də alken molekulunda alken yazılır CNH-gen. sp2 hibrid orbitalların sayı 2A'dır. sp2 hibrid orbitalın sayı A'dır. Problem deyil. Siz bilirsiniz ki, alkende 2 dənə sp2 olur. Bir sp2'də 3 hibrid varsa 2-3 əvranda bu eləyir 6. 2 dənə sp2-dirsə n çıx 2 dənə nə qalır sp3. Çünki karbonu n dənədir. 2 sp2-dirsə n çıx 2 dənə də sp3 var. Bir sp3'də 4 dənədir, bu eləyir 4 n çıx 8. Deməli 6-nı A verib, 4 n çıx 8-i də 2A verib. 2A. İndi bu anı gətir burada yerinə qoy. N eləyir 5. Deməli bizim alkenimiz C5H10'dur. Siz də bilirsiniz ki, alken alifatikdir. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir payı dəyişikdir. Amma disikliklərdə isə ümumi atomun sayı qədərdir. Ona görə burada 14 dənə olacaq. Çünki 15 atom var. Y variantı. Deməli, belə bir maddə verib ki, biz bu maddeyi tanıyırıq. Nədir bu? Vinil asetlendir də. Deyir ki, bu molekulu üçün X və Y şərtini ödəyən halları müəyyən edin. Karbon atomunun sayı. Ümumiyyətcə bu maddeyi yığanda bu maddə C4H4'dür. Bəli, karbonla hidrogeni bir-birinə bərabərdir. Birinci düzdür. sp2 hibrid vəziyyətində olan karbon. Bax, bunlar 2 qat çıxanlar sp2'dir, 3 qat çıxan sp'-dir. 2 dənə sp2 var, 2 dənə də sp. Cavab çıxdı da elə 1-2. Sigma rabitəsi. Sigma rabitə burada 1, 2, 3. 3 dənə sigma var. 4 dənə də hidrogendən sigma gəlir. Sigma 7 dənədir. Pi rabitədə 3 dənədir. Bunlar bərabər çıxmadı. Cavab 1-2 D variantı. Sonra vinil asetilendir də maddə. Asetilenin dimerləşməsi deyil mi? C2H2'nin dimerləşməsidir. Trimerləşəndə benzol alınır, dimerləşəndə vinil asetilen. Nə deyir? Biz bilirik ki, alken belə yazılır, CNH-gen. Buradan nə görürük? Hidrogen karbondan 2 dəfə çox olur. İndi bizə hidrogeni 2N üstəgəl 2 verib. Onda karbon nə olur? N plus 1 olur. Niyə? Çünki alkende hidrogen karbondan 2 dəfə çoxdur. Onda mən bunu 2'yə böldüm ki, karbon sayını tapdım da. İndi bu nemeri. O da bərabərdir. 14N üstəgəl 16 değil mi? Nəsəsə, 12 ilə 2, 14 eləyir, üzr istəyirəm. 14N plus 14. B variantı. Sonra keçək digər sualımıza. 44'də.
44-də nə deyir? Alkanda hidrogen atomlarının sayı ilə alkendəki hidrogen sayı eynidir. Bir dənə alkan yaz. Tutaq ki, CH8. İndi 8 dənə hidrogen olan bir alken yaz. Nümunə yaz da, ən gözəl, ən rahat olsun. 8 hidrogen olan alkende C4H8'dir. İndi emeri. Bununla bunun arasındakı emer. Hidrogen zaten eynidir. Düz deyilmi? Deməli, burada bir karbon çoxdur. Nə olacaq? Bir karbonun kütləsi qədər çoxdur da. Arada fərq 12'də, bu da B variantı. Sonra 45'də nə deyir? 45'də deyir ki, alkanla alkendir. Molekulda hidrogen atomların sayı N. Qarışıqda maddələrin mol nisbəti 2'nin 1. Yox, indi görsən nə deyir də? Deyir ki, elə bir alkan, elə bir alken yazacaqsan ki, hidrogenləri eyni olacaq. Amma mollar nisbəti 2'nin 1'ə olanda. 2'nin 1 olanda. Tutaq ki, məsəl üçün 2'nin 1 olanda hidrogenlər eyni olsun deyir. Məsələn, metan yazıram. CH4. Bunun qabağına 2 mol yazıram. İndi burada neçə dənə hidrogen oldu? 8 dənə. İndi o hası alkendir ki, 1 molunda 8 hidrogen var. Deməli C4H8. Gördün? Bax, elə bir alkanla elə bir alken yazdım ki, mol nisbətləri 2'nin 1'ə olanda hidrogenləri bərabər çıxdı. Aha, yaxşı. İndi bu qarışığın hidrogenə görə sıxlığı 10'dur. Bir dəqiqə, bu qarışığın hidrogenə görə sıxlığı 10'dur. Bir dəqiqə, bu nə deyir belə? Alkan molekulunda hibrid orbitan. Hə, mən özümdən nümunə qoydum. Bu bəlkə başqa alkandan alken nəzərdə tutur indi. Yəni istəsəz bunu başqa alkan üstündə də işləyə bilərsiniz. İndi bilmirəm da hansıdır. Amma elə eləməliyəm ki, hidrogenə görə sıxlığıdır, şey çıxsın. Adı nədir? 10 olsun. Tamam, onda gəlin belə eləyək. Bax, hidrogenə görə sıxlığı düsturunu hamımız bilirik. Belə deyim. Onda hidrogenə görə bu qarışığın sıxlığı 10'dursa, onda belə çıxır ki, bunların M ortası nəyə bərabərdir? 20'yə. İndi bizim alkanımız, 2 mol alkanımız CNH2 üstə gəl 2. 1 mol alkenimiz CNH2. İndi bunların hidrogenə görə sıxlığı 10'dursa, deməli bunların M ortası neçə olmalıdır? 20. Getdi indi. 20 bərabərdir. Yox, biz mən birinci niyə elə addım attım başda? Çünki hidrogenə görə sıxlıq heç fikir vermədim. Başdan nə deyirdisə onu quraşdıra gəldim. 44'dəki kimi də başa düşdünüzmü? Amma sonra şərt qoydum ha. Deyir bunların hidrogenə görə sıxlığı 10 olsun. İndi gəlin görək bu hansı alkandan alken qoyulmalıdır ki, bunların M ortası 20'yə bərabər olsun. Və 20'yə bərabər olsun ki, hidrogenə görə sıxlığı 10 olsun da. Çünki mən sizə demişəm ki, qaz qarışığının nəyə görəsə nisbi sıxlığı deyəndə onun M ortası tapılır birinci. Özə qarışığın. Aha, indi başlayaq. 2 vur 14 n üstə gəl 2. 14 n üstə gəl 2. Üstə gəl. M orta necə tapılır? Mollar M-ə vurulur, bölür molların cəminə. 1 vur 14 n. Bölək nə? 2 ilə 1-in cəminə. İndi bu neçə eləyir? 3, 3'ü 20'ye vuranda 60 bərabərdir. 28 n. Üstə gəl 4. Üstə gəl 14 n. Bizə dəqiqə. Bu bölünmür axı. Bu bölünmür. Bu nə tər bizə dəqiqə. Yox, bu bölünməyəcək axı. Bizə dəqiqə, burada yəqin ardası səhv etdim. Bir dəqiqə. Bax, bizə dəqiqə. Deyir alkan, alken kombinanti. Nümunə üstündə o içəyi, nümunə üstündə onu bərabərləşdirdim. Bir dəqiqə. Amma deyir alkan, alkan CNH2 üstə gəl 2'dir. Bu məlum məsələdir. Bu da deyir alken, CNH2. Aha. Mənə deyir hidrogen atomların sayı N. Nə deməkdir bu? Yəni bərabər olsun. Amma nə vaxt bərabər olacaq? Deməli bunu 2 götürəndə, bunu 1 götürəndə hidrogenlərin sayı bərabər. Bircə dəqiqə. Burada hidrogen neçədən olur? Burada 2 dən olur hidrogen. Burada çox olur axı. Bircə dəqiqə. Bunları 2'nin 1'i götürəndə bərabərləşməyəcək. Bircə dəqiqə. Yox, bircə dəqiqə. Bu topluda da var idi belə bir şey. Bax, hidrogeni bərabərləşdirək. Bax, alkan nətərdir? Alkan CNH2 üstə gəl 2 elə. Alkenin nədir? CNH2-dir. Aha. Bax, indi bu deyir hidrogenləri N, yəni bərabərləşdir. Burada neçə hidrogen var?
2n üstə gəl 2 dənə. Elə 2n üstə gəl 2 dənə hidrogen var. Və burada neçə dənədir? 2n dənə. İndi bunlar necə eləyək ki, bərabərləşsin? Onsuz da bir sinifin o birisi üzvü bir-birindən nə qədər fərqlənir? CH2 qədər elə. İndi qulaq as. Bax bu bundan nədir? 2 dənə hidrogen çoxdur. Düzmü deyirəm? 2 dənə hidrogen çoxdur da faktiki. İndi mən nətər eləyim ki, burada hidrogenlər bərabərləşsin? Onda bunu elə bir alkenin içərisində bir alken, o bir alkendən nə qədər fərqlənir? CH2 qədər də homoloji sıradır. İndi burada neçə hidrogen oldu? Hə, indi düzəldi də. Üzvü topluda da işləmişdik də belə bir şeylər. Aha, indi hidrogenə görə sıxlığı 10-dursa, bayaqlarım tapdıq ki, M ortası neçədir? 20. İndi bunun M ortasını bərabər eləyək. Bunu 2-nin 1-ə götür deyir. 2 vur, bizə dəqiqə indi yoxlayaq. 14-ən üstə gəl. 2 üstə gəl. 1 vur. Bu nə qədər eləyir? 14-ən üstə gəl. 14-ən üstə gəl. 14. Elə bölək nə? 2 üstə gəl 1-ə. Görək nə alınır. 60 bərabərdir. Yox, bayaq hidrogenləri bərabərləşdirmədən yazmışdım. Ona görə çıxmadı. 28-ən üstə gəl. 4 üstə gəl. 14-ən üstə gəl. 14. 60 bərabərdir. 42-ən üstə gəl. 18. O da 42 bərabərdir. 42-ənə. N eləyir 1-ə. Hə, çıxdı da N indi 1-dir. N 1-dirsə bizdən nə istəyir bu? N 1-dirsə alkanda. Onda N apar 1 qoy buraya. 1-i qoy görüm ora. Neçə eləyir o? 1-i qoyanda elə bil bu CH4 eləyir. CH4-də də alkanı tapdım. CH4-də də hibrid orbitalın sayını. İndi hibrid orbitalın sayı nə qədər eləyir burada? Onsuz da CH4-də alkandır. Hamısı sp3'dür. Bir sp3'ün yaranmasında da 4 hibrid iştirak eləyir. Onda alkanda hibridi 4 dənədir. Bir karbonu var, o da sp3'dür də 4 hibrid eləyir. B variantı. Aydın oldu mu? Sonra 45B 46'ya keçək. Molekula cis transamerli əmələ gətirirsə, radikalların doğru verildiyi cavab. R1'ə metil qoyanmazsan. Çünki R1'ə metil qoyan kimi, bax R1'ə metil qoyan kimi, bax R1'in birləşdiyi karbon var. Bax buna üzə, yəni 2 qatın birləşdiyi bu karbona üzə 2 dənə eyni radikal birləşmiş olacaq. Qətiyyən cis trans olmuş. Bu getdi. R1 qəti metil olanmaz. Bir səhvdir. İndi R3 ilə R2'nin birləşdiyi karbon var. Həmən karbona 2 qat birləşib də. R2 ilə R3'ün birləşdiyi karbona da, yəni R2 ilə R3 eyni radikal qətiyyən olanmaz. Çünki R2 ilə R3'ə eyni radikal qoysan, 2 qatın birləşdiyi karbona 2 eyni radikal birləşdiyi üçün cis trans olmayacaq. R2 ilə də R3'ün eyni olduğu cavabı çıx. R1 metil olanmadı, bir səhvdir. 3 də səhvdir. R2 ilə R3 metildir. Başa düşdünüz, qətiyyən onlar da ola bilməz. 2, 4, 5 onlar uyğun gəlir də, fərqlidirlər. Aha. Propan molekulunda sigma rabitə hansı orbitalların iştirakı ilə əmələ gəlir? Yox, propendir. Propendir yazım. Bu H2'dir, bu H''dir, bu H3. Sigma rabitə hansı orbitalların iştirakı ilə əmələ gəlir? Belə eləyək də. Məsələn, buradakı sigma sp2 sp2 örtülmədən yaranır. Məsələn, buradakı sigma sp2 sp3 örtülmədən yaranır. Düzdürmü? Onda 1 iştirak eləyir, 3 iştirak eləyir. Bəs bu hidrogenlər var axı. Bu hidrogenlər söhbəti var. Bu hidrogen biri belə, biri belə, biri belə. Bu da elə bil ki, hidrogenlər də nə orbitaldır? S orbitalı. Onda 4 də düzdür. Sp ümumiyyətcə burada yoxdur. P-ni də qatmayaq. Çünki pi rabitə pp-nin örtülməsindən yaranır. Cavab 1, 3, 4. 48'də nə deyir? Deyir bu maddə üçün nə doğrudur? Yox, bu reaksiya üçün nə doğrudur? sp2-dən sp3'ə keçir. Bəli, başdakı karbonlar sp2-dir. Sağ tərəfdəki də artıq karbonlar yalnız tək qatlıya sp3'dür. Bir düz. Molekulunda valent bucağı artır. Valent bucağı artacaq. Niyə? Çünki başdakı karbonlar sp2-dir, 120 dərəcədir. Yox, artmayacaq. O keçir karbonlar sp3'ə. O da 109 dərəcə 28 dəqiqədir. Yox, artmadı. 2 səhv azaldı. Sigma rabitə sayı azalır. Xeyr. Pi rabitə yoxa çıxır axı. Görmürsünüz, birincidən ikinciyə keçəndə pi qırılır. Pi qırılanda 1, pi qırılanda 2 sigma yaranır. Sigma burada artdı. Sigma artdı. Hə, bu azaldı yazıb səhv onda. Deyir ki, bax bu keçid baş verir, düz deyir.
Bizə dəqiqə iş düşməyib, olursa. 5 düşməyib. Bizə dəqiqə indi çəkil ataram bir dəqiqə. Bu deməli 4 düz olacaq. Niyə düz olacaq deyin. Çünki başda pirabita var. Pirabitə PP orbitalının yanbayan örtülməsindən yaranır. Bunu hamımız bilirik. Başda pirabita var. Artıq o pirabita qırılır. Düzmü deyirəm? O pirabita qırılır və orada nə yaranır? Bromlar birləşir. Bəs bu sigma rabitə var, çəkdiyi. Bu düz gəlmir axı. Bu bilirsinizmi nədir? Bax bu PP var, PP belə kəllə-kəlli örtülmə. Bu deməkdir ki, bu halogen var. Yəni bromla brom arasında rabitə görsəydim onu götürərdim. Olmaz axı. Dördüncüdə deyir pi qırılır. Halogenlə halogen arasında rabitə yaranır. Hardadır o halogen? Burada sp2 karbon bax bizə dəqiqə də belə deyək. CH2 deyilmi? Burada bromdur elə, burada brom. Hə desəz ki müəllimə bu rabitə hansı orbitalların örtülməsinə yaranıb? Bu sp2-dir, halogenda p-dir. Şəklini çəkdirsən, hibridin şəkli belə olacaq, halogenda sonsuzluq işarəsi. Yəni dördüncüdə bax bunun qarşılığına, yəni yanına bunu çəksəydi, onda düz götürərdim. Bu səhvdir axı. Bu səhvdir. Bu halogenlə halogenin birləşməsidir. Yəni göyə halogenlə halogen arasında rabitə yaranmayıb axı. Burada karbonla halogen arasında yaranıb. 4 səhvdir. Bir dəqiqə 5-ə baxım görüm nə yazılıb, onu oxuyum. Uşaqlar, burada 5-də yazıb ki, düşməyib. İndi testdən baxdım. 5-də yazıb ki, bax, belə bir şəkil çəkib. Qulaq alsın, belə. Yazıb ki, bu rabitələrə mənə gəlir. Yarandığını sana. Dedim də və yuxarıda bayaqdan onu izah edirəm də. Yəni, əlbəttə yarandı. Çünki karbonla halogen arasında hibridlə P orbitalının örtülməsindən yaranan rabitə yarandı. Ona görə cavab nə oldu? 1, 4, 5 oldu da. Yox, cavabımız nə oldu? Bizə dəqiqə cavabımız hası oldu. sp2 hibrid orbitalı sp3 hibrid orbitalına çevrilir. 1 düz oldu. Molekulunda valent bucağı artdı, səhvdir. Sigma rabitənin sayı azalır. Bu da səhv oldu, artdı. 2 ilə 3 səhv idi. Bizə dəqiqə 5 düzdür, 1 düzdür, 5 də düzdür. Yox, bir dəqiqə 4-də başqa sual verir. 4-də deyir ki, bax, elə bil ki, deyir bu və bunlar qırılır. Qırılır. Qırılacaq da. Niyə də qırılmasın, düz deyir. İndi onu başa salım. 4 də düzdür burada. Qırılır. Bəli. Bax, niyə? Çünki CH2 ilə CH2 üzərinə brom gələndə nə baş verir? Gəlin bu bromu belə eləməyək. Sizə başa salıq da. Brom, elə. Bax, bu CH2 ilə CH2 arasındakı bu pi rabitə PP orbitalın yanbayan örtülməsindən yaranır. Elə. Halogenlə halogen arasında olan isə PP orbitalının belə kəllə-kəlliyə birləşməsindən yaranır. İndi bunlar reaksiya girəndə buradakı pi rabitə qırılır. Fikir ver ha. Qırılır. O pi qırıldı. Artıq 2 sigma yarandı və bromlar bura birləşdi. Bu pi qırılır. Bir də ki bunların arasındakı qırılır. Yəni bu pi qırılır. Bir də ki bromla brom arasındakı bu rabitə qırılır. Ona görə cavab 4-də doğrudur. Tamamilə doğrudur. Deməli 49-da nə deyir? Bu maddənin adı hansı hallarda doğru verilmişdi? Gəlin görək harada doğru verilib. Biz də nə demişdik? Demişdik ki, əgər 2 qat rabitənin birləşdiyi karbonların həm sağında, həm solunda radikal olarsa simmetrik deyəcəyik. Elə? Simmetrik. Bir tərəfində olanda, bir tərəfində olmayanda qeyri-simmetrik. İndi burada 2 qat rabitənin birləşdiyi karbonun sağında, elə bil sağında da, solunda da radikal var. Düzmü deyirəm? Sağında da, solunda da radikal var. Bu simmetrik metil etil etilendir. Bu bir düz. Düz değil mi? Bu düzdür. Metil etil etilen. İndi nömrəli adlandırsaq 1, 2, 3, 4, 5. Bir düz oldu ha. Səmərəli nomenklaturada alkenlərdə sizə öyrətmişdim. 2 qat hissəni işarələdim.
Sağla həm sağda, həm solda radikal varsa, önünə simmetri əlavə eləyib radikalları kiçikdən böyüyə doğru deyib axırda etilen deyirsən. Ona görə bir düzdür, 2 səhv olacaq. Çünki simmetri sözünü deməyib. Beynəlxalqada keçəndə isə adı penten. Penten 2-dir. Onda 4 də düzdür. 3 onsuz da səhvdir, 5 də səhvdir. Yəni 3-dür, 4-dür, 5-dir. Bunlar beynəlxalq adlardır. O da penten 2-dir də, onda öbürlər avtomatik səhvdir. Cavab 1 ilə 4. Başa düşdükmü? 50-ci suala keçəndə, 50-ci sualda maddələr heksen 3-ün izomerləri olarsa uyğunluğu müəyyən edin. Heksen 3-ün. Bax, heksen 3 nə deməkdir? Yəni bu C6H12-də düzdür. İndi elə yazmalısan ki oraya. Elə bir şeylər yazmalısan ki C6H12 olsun yığanda. Bax burada birincidə. Bax birincidə vinil qoysan, vinil. Bu ödəyir. Bax bunu yığanda C6H12 eləyir. Deməli birinciyə X üçün vinil uyğundur. Elə ikinciyə. Bizə dəqiqə ikincidə CH3. Buna allel radikalı uyğun gələcək. Bax materialda da yazmışdım allel radikalını. Allel radikalı bax belədir. Aha. Allel radikalı. Bax budur. Allel radikalı budur. Yaxşı. İndi onu qoyanda bəli. Bu da C6H12 olur və bu maddənin izomeri olur heksen 3-ün. Ona görə 2-yə A uyğundur. Üçüncüyə nə yazaq? Üçüncüdə artıq CH2 2 qat karbon CH3. Bax burada neçə karbon var? 6 dənə. Deməli burada 3-ünü görürəm. 3 dənə. Deməli mən orada Z-ə 3 dənə karbonlu bir şeylər qoysam olar. Onda burada B-lə D avtomatik. 3-ə B-lə D-dir. Niyə? Çünki propillə izopropil. Məsələn, profili qoydum, görsən, yığ C6H12-dir. Və yaxud da izopropili qoydum. Yenə C6H12-dir, gördünüzmü? Hə, ona görə uyğun gəlir. Aydın oldu. Deməli, 1-ə Y, 2-yə A, 3-ə B, D. Keçək o biri sual nədir görək. Deməli, nə deyir burada? Bunu yazdım CH2, 2 qaz CH2, üstə gəl H2. Bu da CH3. Deyir ki, uyğunluğu müəyyən edin. Nə artır, nə azalır, nə dəyişmir. Onda 1, 2, 3 yazın belə. Rabitənin əmələ gəlməsinə sərf olunan qeyri-hibrid orbital sayı. Baxaq da. Bunlarda sp2-dir. Hər sp2-də bir qeyri-hibrid var. 2 dənə sp2-də 2. Hər hidrogen də bir qeyri-hibriddir. Burada 6 dənə qeyri-hibrid var. Bunlar sp3-dür. sp3 bizə qeyri-hibrid vermir. Hər hidrogen bir qeyri-hibrid olduğu üçün 6 dənə də burada. Bu dəyişmir. A-nı göndərdim 3-ə. Aydın oldu mu? Bircə dəqiqə. Reaksiya uyğunluğu müəyyən edin. Yo, amma başda hidrogende var axı. Bir dəqiqə, mən onu saymadım. Bir dəqiqə. Bax, bu heç. Burada tapdım ki, 6 dənə qeyri-hibrid var. Amma qeyri-hibridin ikisi də buradadır axı. Deyir bu reaksiyası üçün. Hə, burada da 2 dənə qeyri-hibrid var. Hə, burada oldu 8 qeyri-hibrid. Amma burada neçə qeyri-hibrid oldu? 6 dənə qeyri-hibrid. Onda qeyri-hibridim azaldı. Onda A-nı göndərdim 2-yə. Hidrogen də var da başdan carım. Hibridləşmiş orbital sayı. Aha, hibridləşmiş orbital sayı artar. Niyə? Çünki burada sp2 hibriddir, burada sp2 hibriddir. Bir sp2'nin yaranmasında 3 hibrid var, 2 dənə sp2'də 6 hibrid var. İndi sp3'də, bir sp3'də 4 hibrid var. 2 dənə sp3'də 8 hibrid var. Bu uca artdı. B-ni avtomatik bura. Qeyri-polyar kovalent rabitə sayı. Qeyri-polyar. Bax, diqqətən qulaq as. Qeyri-polyar, bax, burada C arasında 2 dənədir, üstə gəl. H2'nin arasında nədir? HH arasında da 1 dənə. Bu eləyir mi? 3 dənə. Və burada C arası neçə dənədir? 1 dənə. 3-dən 1-ə azaldı. Onda C variantını azalana gətirirəm. Bax, yenə deyirəm. Qeyri-polyar eyni növ qeyri-metallar arasındadır. C arası, HH arası, bax budur. D variantında sigma rabitənin sayı. Sigma rabitənin sayı neyniyəcək? Baxın. Bax, burada neçə dənə sigma var? Biri budur, 4 dənə də hidrogen, 5 sigma.
Bəs HH arasında da var axı. HH arasında da bir dənə də HH arasındadır. Bu deyilir 6 sigma. Bəs CH3 arasında sigma 7 dənədir. Niyə? CC arası bir dənədir. 6 dənə hidrogendən 7 dənə. Bu artdı. 6-dan 7-yə qalxdı. D variantını göndər B-nin yanına. Bəs o birisi? O da yəqin Y variantı da o birisinə qalar da. Yəni bizə dəqiqə. Bizə dəqiqə qoy görək Y variantında nə yazır. Karbon valenti o dəyişməzdir təbii ki. Y variantı. Hər yerdə karbon 4 valentlidir. Bir dənə CO-dan başqadan daha özünüz bilirsiniz onu. Yaxşı, keçirəm o birisinə. Alkanla alkendir. Hidrogen atomların sayı AA. Alken daxil olduğu homoloji sıranın cis-trans izomerli əmələ gətirən ilk nümayəndəsidir. Baxın, ən balaca alken budur. 2 qat ucdadır, cis-trans yoxdur. Sonraki alken budur. Burada da 2 qat ucdadır deyə cis-trans yoxdur. Deməli, mən alkenə, CNH-genə. Mən bu alkeni yazsam, 2 qatı ortaya saldım ki, C4H8-də. Bax, cis-trans izomerlik yaratan ən balaca alken budur. Hə, burada 2 qatı uca qoysan cis-trans yaranmasa, diqqətli ol, ortaya qoydum ki, yaratsın. İndi bu nədir? Bu C4H8-dir. Deməli, mənim alkanım nə olacaq? CNH-gen pösküdür. Aha, demir hidrogenləri eynidir. Onda bu C3H8-dir. Çünki 8 dənə hidrogen olan alkan C3H8-dir. Mənə deyir, alkan molekulunda hibrid orbitalların hibrid elektron bulutlarının sayını müəyyən elə. Baxın, gəl buraya baxaq da, hibrid demir. Deməli, 3 dənə karbon var, 3 dənə də sp3-dür. Bir sp3-ün yaranmasında 4 dənə hibrid orbital iştirak edir. 4-ü də 3-ə vuranda cavabı 12-dən, o nə olasıdır? 12. Yenə deyirəm, cis-trans izomeri olan alken, ən balaca alken C4H8-dir. Eyni sayda hidrogen daşıyan alkan isə C3H8-dir. Orada da 12 dənə hibrid orbital var. 53 dənə deyir. Deməli, C3H6-dır, C3H8-dir. Mənə deyir, bu ikisi bir yerdə 128 qramdır. Karbon atomlarının mol sayı 3 mol CO2'də olan atomların mol sayına bərabərdir. Nədir bu? C3H8-dir də o. Hə, C3H6, C3H8. Deyir ki, bunlar 128 qramdır. Bu qarışıqda karbon atomlarının mol sayı 3 mol CO2'də olan atomların sayına bərabərdir. Baxın, bu mənə deyir, bu ikisi bir yerdə 128 qramdır. Mən nə bilim, bunların hərəsindən nə qədər götürüblər. Normalda bu 42 qramdır. Bu isə 44'dür. Görsən, heç cəmləyəndə o 128'i vermir. Fikir versən? Aha. Onda birinə x yazıram, birinə y yazıram. Yazıram 42x üstə gəl 44y bərabərdir 128'ə. Karbon atomlarının mol sayı. Neçə karbon var? 3x. Neçə karbon var? 3y. Deyir, karbon atomlarının mol sayı isə 3 mol CO2'də olan atomların sayına bərabərdir. 3 mol CO2'də neçə atom var? 1 CO2'də 3 dənədir, 3 vuranda 9. İndi buradan 42x üstə gəl 44y bərabərdir 128. Bunun hər tərəfini 3'ə böl. X üstə gəl y bərabərdir 3. Bizə dəqiqə. Buradan x-i tapsam neyini yerəm? 3 çıx y. Onda bunu burada yerinə qoy. 42 vur 3 çıx y üstə gəl 44y bərabərdir 128. 6, 12, 126 çıx 42y üstə gəl 44y bərabərdir 128. Nə eləyir bu? 2y bərabərdir 2-yə, y də bərabərdir 1-ə. Y 1-dir. Baba, y 1-dirsə burada yerinə qoy. Onda x neçədir? 3-dən 1-i çıxanda x də 2-dir. Deməli, əlində 2 mol C3H6 var. X2 alıbsan. 1 molda C3H8 var. Nə istəyir ki məndən? Qarışıqda hidrogen atomların sayı. Baba, burada neçə hidrogen var? İndi hesabla. 12, 8, cavabı 20 dənə. Çox qəşəng məsələdir. Ha, belə. Yaxşı məsələdir. Sistem tənlik qurmaq məsələlərdir də. Bir dəfə mənimsin onun yolunu. Onunla da geçsin. Nə deyir 54-də? 54-də belə bir maddə verib. Vinil asetileni verib də C4H4. Bu da bayaqki sual deyil. Neyse, eyni sual kimi şeydir. Hə, orada deyir x, y-ə bərabər olanları seç. Burada x, y plus 2 olan seç deyir. Hə, baxaq da heç nə. Baxaq. sp2 hibrid orbitalından sp. Bunlar sp2'dir. 3 qat olanlar sp-dir. 2 dənə sp2, 2 dənə sp var. Burada x, y-ə bərabərdir. Bu səhvdir.
Deyir X, Y plus 2-yə bərabər olsun. sp2 hibrid vəziyyətində olan karbon atomları, sp hibrid vəziyyətində olan karbon atomları. Yo, bir dəqiqə. İkinci səhv olacaq. 2 dənə sp2, 2 dənə sp var. Bu bərabərdir. Mənə bərabər yox. Mənə bunu istəyir. Qulaq as. Birincidə başqa şey soruşur. Birincidə hibrid orbital deyir. 2 dənə sp2-də nə var? 6 hibrid var. Bəs 2 dənə sp-də nə var? 1 sp-də 2 dənədir ki, 2 evranda 4 hibrid var. 6 4-dən nədir? 2 vahid çoxdur. Yəni bu x-dir, bu y-dir. X y-dən elə bil x-in y-dən 2 vahid çoxdur. Onda 1 düzdür. 2 heç səhv idi. Rabitə əmələ gəlməsinə sərf olunan p orbitalları. Rabitə əmələ gəlməsinə sərf olunan s orbitalları. P orbitalları. Bu qeyri-hibridi nəzərdə tutur da. S neçə dənədir? S 4 dənə. Bu nəzərində olsun. S 4 dənədir, o heç, o öz qaydasında. Y-in bərabərdir 4 dənə. Yəni S orbital deyəndə hidrogen nəzərdə tutulur. Burada da hidrogen 4 dənədir da. Y-i 4 almışam. X hesabla. İndi 1 sp2-nin yaranmasında 3 hibrid, bir dənə qeyri-hibrid iştirak edir. Burada da bir qeyri-hibrid. Bəs hər sp-in yaranmasında 2 hibrid, 2 qeyri-hibrid. 2 dənə. 2, 2, 4, 1, 1 də bular. Elə də 6 dənə. X 6-dır. Həqiqətən də 6, 4-dən 2 vahid çoxdur. sp2 hibrid və yenə deyirəm, o rabitə əmələ gəlməsə sərf olunan p orbital deyir. O qeyri-hibridi nəzərdə tutur da. Hər sp2-də 1 qeyri-hibrid var. 2 dənə sp2-də 2 dənə oldu. Hər sp-də 2 qeyri-hibrid var. 2 dənə sp-də 4 dənə oldu. 4 dənə də 2-ci cəmi 6 dənə qeyri-hibridim var. İndi öbürsinə keçirəm. sp2 hibrid vəziyyətində olan karbon 2 dənədir. 4-cüyü işləyirəm ha. X bərabərdir ki, ümumi karbonda 4-dür. Bu ödəmir axı. Bizə lazımdır ki, X Y-dən 2 vahid çox olsun. Burada isə tərsinə Y-dən 2 vahid çox oldu. Cavab buna görə 1-3. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.